Arzunun anası canlı yayımında bərk əsəbləşərək o oğlan, Arzunun yanındakı oğlan niyə mənim evimə gəlir, mənim başımı kəsməyə, mənim evimə almağa? Gəlin həmin o gərgin videonu izləyib, bəyənməyi unutmayaq. Amma nəyə gəlib oğlan? Nəyə gəlib? Məni öldürməyə, məni başımı kəsməyə, evimə gələnməyə, onu görməyəcək o. Yox, deyirlər, bura nəyə çıxır? Bura nəyə çıxmışam ki? Burası fikrimdən, xəyalımdan, evdə də heç kim yoxdur, yoldaşım da işə gedibdi. Burası darxıram. Sabahını sıyır sonra. Xeyr, Bakıda deyiləm, öz evimdəyəm, Bərdədə. Biz deyirik taydı, biz vermişik, biz demişik. Gördün, efirə də çıxdıq, səsləndirdik ki, biz o adamı istəmirik. Bizlik deyil. Onu nətər yoldan çıxartdı, nağardı, neynədi, başım çıxmır. Mən heç kimi qoşmayacağım. Bayaq qoşdum, ağzına gələni danışdı tükürlər. Prosta Azərbaycan olsa, mən də onun cavabını verərdim. Can, mən də sizə can qurban olum. Zəhmət olmasa ekranımızı tıklayanda nə olar? Amma türkmüş maraqlı deyil, mən neyinirəm ki? Mənə türk lazımdır. Mənə canımın sağlığı. İndiyə kimi özümə baxmamışam. Büyündən də sonra özümə baxacağım. Qoşmuram da, qoşmuram. Əl çəkin. Mən hələ bunu indi öyrənirəm. Bəli, dişlərimi də düzəldəcəm. Sağ ol, sağ ol. Qoşmuram, əl çəkin. Yox, barışdım Arzuyla. Səhərsi günü getdi bu iləmişi tapdı. Mənə iləmiş lazımdır. Sən bir xəstəliyin dərdini çək. Dözmüsən, biraz da dözəydin. Bir yaxşı yerdən arvadı ölmüşmü, boşanmışmı? Biri qapıya, sən yaxşı olsaydın, sənin müştərilərin başından idi. Sən belə səfeh, feil adam lazımdır. Axmaq adam lazımdır. O gün də anası mənə deyir ki, sən mənim oğlumu pislədin, yaxşı elədin pislədin. Mənə elə səfih adam lazım deyil. Mənə zəhmətkeş adam lazımdır. Sabah mən öləndə bilim ki, buna dayaq durubdur dalında. Yox, onu mən nə qədəm bağışlayayım, nə qədəm keçim, nə qədəm ona üz yumuşaq eləyim, nə qədəm. Bəsdir da, bəsdir. Xeyr, ayrı evladım yoxdur, kaç bu da olmayaydı. Bunun yerinə kör qız, topal, oğlum olaydı, qızım olaydı, şikəst olaydı, bax bunun yerinə. Bilərdim ki, evimdədir. Bəli, kaş olmayaydı. Mən ona yanıb tökürəm. Bəsdir da, deyirəm Arzu, bəsdir. Bəsdir, bu axmaq-uxmaqları danışdırma. Mən o gün ona dedim,
Gördüm gedə çox bunu böğrünə başına belə girir. Dedim Arzu, o gedə səni niyə elə eləyir? Derim ama yazıqdır. Dememiş, alttan iş kururlarmış. Ben neyiniyim? Bak ben görəm sizsiz. Ben ana neyiniyim? Benim de işim var, gücüm var. Ben süpürgeciyim, benim vəzifəm yoxdur. Benim stolum yoxdur. Ben müdür deyiləm. Bəli, mənim yoldaşım məndən 10 yaş böyükdür. Bəli, düzdür, biraz araq içir, amma da qabaqda kimi içmir. Bununla bunun axırı yoxdur, qadın alım. Bununla bunun axırı yoxdur. Qoşmuram. Yox Arzu elə bilir ki, mənim 4-5 dənə uşağım var, onlara baxıram, buna baxmıram. Sağ ol, hədiyyənizə görə, çox sağ olun. Allah min əvəzini versin. İşləməyə hüququ da yoxdur, işləməyə hüququ da yoxdur, işləyə bilmir. Bəli, 1 aylıqdır. Hələ mən 3-4 aylıq deyirəm ona, 1 aylıqdır. Özdən də bambalı kimi TikTok'a qoyurlar. Nə daz? Zəhmət olmasa ekranı tıklayın. Ay niyə açmıram? Bu da canlısı. Niyə açmıram ki? Nəsəb iş görürəm. Yox deyə yazırlar ki, bu da buradadır, utanmır. Niyə utanıram? Nəsəb iş görürəm. Onda mən utanaram. Nəysə əxlassız iş görərəm. Oğurluq eləyərəm, onda utanaram ki, ay amma mən utandım. Bütün millət açır da, burada nə var ki? Yox, fikir vermək yox, prosto nervlənirəm, təzyiqim qalxır. Ondan sonra mənim təzyiqim biri var 180-190 ola, 250, 60, 70, elə olub 300'a çatanda kapiler damarım partlayır, burumdan qanlar açır. Neçə dəfə mən acil aparıblar, iğnə zad vurdurublar. Bir burnumun kapiler, bu tərəfim kapiler damarını yandırtdırmışam. Evlat yaxşı evlat olsaydı, gələydi, oturaydı, eləməzdi. Kim var? Mənim evimdə heç kim yoxdur. Bak bu saat bomboş evdir. Bu saat silib, təmizləyib, yeməğim də var. Yeməğim də yoldaşım abetə gələcəkdir. Hər vaxtınız xeyir qadınam. Hələ hər saat eləmirəm. Qoy görüm, hay deyirəm, gedim, optika gedəmirəm. Yolu süpürməkdən imkanlaya bilmirəm. Zəhmət olmasa ekranı tıklayın. Gedirəm, bugün bazar gündür, qadın alın, bugün bazar gündür. Çox sağ ol, bəyənən də sağ olsun, bəyənməyən də sağ olsun.
Bəli, o vaxtı Arzu qoyub da, Arzunun profil şəklidir, bəli. Sağ ol, Mingət çeviri, sağ ol. Hədiyyənizə görə çox sağ olun. O vaxtı bu telefonu ev telefonudur, Arzu açmışdı. Bəli, Arzu'nun anasıdır. Arzu cəhənnəmdə. Günel sağ ol, qadan alım. Hədiyyənizə görə çox sağ ol, ay Günel. Min əvəzini versin. Sağ ol ay Günel, qadan alım. Hədiyyənizə görə təşəkkür edirəm. Allah min əvəzini versin. Mən heç nəm yoxdur. Mənim yoldaşım 35 yaş yoxdur, 63, 66 yaşı var mənim yoldaşımın. 66. Zavadov, siz kimsiz? Ben sizi tanımadım. Deyirsən Barat dayı qulluq et. Ne qulluq edim? Niye koymur ki? O kişi bilir ki ben canlıda söymürəm. Ondan sonra dalaşmıram, əxlassız hərəkət eləmirəm. Canlıda adam yiyən var. Mədəni surətdə danış. Bəli, oyun oynayanda oyna. Ne varım ki? Yaxşı eləyirəm, canlatıram. Bəli, Arzun doğum atasıdır. O ne deməkdir? Otaq. Zəhmət olmasa ekran tıklayın, zəhmət olmasa.
Koftanı. Ha, kamera koyduracağım, danışmışam. 100 mantıklardan alıp koyacağım. Giderim borca gireceğim 100 manat. Alıp koyacağım. O gün deyirdin. Kofta geçen idi. O gün giyindiğin kofta geçen idi. Çok sağ olun.